Əziz dostlar, axşamınız xeyir olsun. Biz hal-hazırda Vətən Müharibəsi şəhidi Məhərrəmov Orxan Binnətoğlu'nun ailəsinin ziyarətindəyik. Orxan Məhərrəmov Sumqayıtda yaşayan şəhidlərdən biridir və Vətən müharibəsinə könüllü qatılan şəhiddir və ailənin ikinci övladı olubdur. Könüllü qatılıbdır. Bizim qəhrəmanımızdır. Bu onun rəsmidir. Hal-hazırda Nəzakət ana bizi qarşıladı. Çox sağ olan Nəzakət ana. Bizim üzümüzə qapını açdınız və çox xoş qarşıladınız. Nəzakət ana, çox üzərinizdə haqqınız var. Haqqınızı halal edin mənə və bizlə bərabər ziyarətimizdə Səbuhinin anası Maysə ana da var. Maysə ana, xoş gördük sizi də. Siz də haqqınızı bizə halal edin. Əziz dostlar, biz bir qrup könüllü müəllimlər və şəhid ailə üzvləri ilə bu ziyarətə başladıq və bundan sonra bu missiyamızı da davam etdirəcəyik. Bu Aynura xanımın missiyasıdır. Aynura xanım, sizə də təşəkkür edirəm ki, bax bu missiyaya qatılmışsınız, dəyərli vaxtınızı xərcləyirsiniz, dəyərli vaxtınızı, yəni bax bu missiyanın keçirilməsinə ayırmışsınız və bizimlə bərabər bugün itkin şəhidimiz İlqar Ağalarovun bacısı da buradadır və qazi bacısı Vüsalə xanım da buradadır. Vüsalə xanımın qaynıdır İlqar Ağalarov və bizim burada Elyanə ana, o da şəhid bacısıdır. Elyanə ana, sizi də xoş gördük, əziz bacım. Daima şəhid ailələrinin yanında olan bir insansınız, bir bacısınız. Çox sağ olun. Nə yaxşı ki, bax bizim şəhid ailə üzvləri hamısı bir-birinə bu cür dəstək olur. Borcumuzdur. Çox sağ olun. Bax bizlə bugün bərabər gəlməyə razılıq verdiniz. Var olun. Nəzakət ana, əllərinizdən öpürəm. Maysə ana, sizin də əllərinizdən öpürəm. Bizim vətən üçün o cür oğullar böyütdünüz və bizim qəhrəmanlıq tariximizi yazdı, şərəf tariximizi yazdı. Bizim ana bacılarımızın qeyrətlərini çəkdilər. Çox sağ olun əzizim. Biz sizə çox borcluyuq. Biz də təşəkkür edirik ki, sizin kimi vətənpərvər xanımlar, vətənimizin əsl vətəndaşları, şəhidlərimizi, qazilərimizi, əsl vətən oğullarını, vətənin uğrunda canından, qanından keçən igidlərimizi unutulmağa qoymursunuz. Artıq 5 ildir ki, biz sizi tanıyırıq, 5 ildir ki, siz və sizin kimi insanlar bizi tək qoymurlar, dərdimizə şərik olurlar. Bugün mən də əziz bacımın ailəsini, evini ziyarət eləməkdən sizlə bərabər özümə borc bildim. Çox sağ olun ki, bu gözəl ziyarəti mənə də dediniz, təklif etsiniz. Mən də xəbərim oldu, çox sevə-sevə gəldim. Allah səbir versin mənim dəyərli bacım, dərd ortağım. Burada bizi kimi acı çəkən, hərə bir cür acı çəkdi. Kimi oğul itirdi, kimi həyat yoldaşı itirdi, kimi qardaş itirdi. Hərə bir yerdən yaralandı. Yəni ki, çox sağ olun, var olun ki, bu gözəl gündə, bu gözəl ocağa məni də dəvət etdiniz, nəsib oldu, gəldik sizlərlə ziyarət etdik. Allah səbir versin. Allah köməyiniz olsun, sağ olun.